Salam aleyküm değerli dostlar, değerli əziz YouTube kanalımızın sevimli izləyiciləri. Bu günləri Binə qəsəbəsində sizlərə Məxməri çay evi deyilən ərazidə çox gözəl paket kupçalı, bəli, torpağın da evin də kupçası olan, çıxarışı olan gözəl bir dənə, həqiqətən adı üstündə gözəl bir 6 otaqlı 3 sotun içində olan mükəmməl həyat evimizin çəkilişinə gəlmişik. Değerli izleyiciler, bu evi məncə əldən bırakmayın. Həqiqətən deyirəm, and olsun Allah'ımıza, bu sizin için bir şans ve bir gözəllikdir. Bir avantajdır. Paket kupçanın olmağı elə nə desəz deyər. Torpağın, evin, çıxarışı, qazı, işığı, suyu, bütün kommunalləri və eləcə də qeydiyyata düşə bilirsiniz. Hər şey əlinizin altında və avantajlıdır. Bütün her bir avantajı var. Dostlar, çöl sancaq boşağı, bakı vesaire kimi hamısı mövcuddur. Bu kabel buradan yığışdırılacaq. Hal-hazırda o birisi tərəfdə təmin işlər gedir deyən kabel çəkilibdir. Dostlar, bu aradan götürüləcək. 6 otaqda. Sadəcə bir dənə deyirəm ki, dərin bir nəfəs alaraq, çaylarınızı qarşınıza qoyun. Buyurun inşallah axıra qədər evin içini sizlərə göstərəcəm ki, həqiqətən də çox müsbət, çox aura, çox gözəl, müsbət enerji aldığım evlərdən biridir dostlar. Allah'ın izniyle keçən evimizi aşağı birinci qaraj hissəsindən sizlərə tanış edeyim. Və onu da demək istəyirəm, çöl qapısı da hündürdür dostlar. Eləcə də jalüz qapılarda hamısı çox mükəmməldir. Gəlin bura, evimizin qaraj hissəsində daxil olaq. Evimizin birinci mərtəbə qaraj hissəsində dostlar 2 otağımız mövcuddur. Bax, belə bir girişdə maşın saxlamaq üçün yer, belə bir zal otaq, mətbəx studiya olan bir həm mətbəx studiyadır, həm zal kimi istifadə edebiləcəyimiz bir gözəl yerdir. Kombisi tümütkası zaten yeni isti poluna kadar dostlar. Bak ayağımızın altı hal-hazırda itibli olur, isti poldur. Burada da xətlərin hamısı çəkilibdir dostlar. Evimizin pəncərələrinə qədər hamısı avantajlıdır, çox gözəldir, aulalıdır. Açırsam tam evə ürəyin istəyən oksigen daxil olunur. Və onu da bildirmək istəyirəm ki, Binə qəsəbəsi torpaqları Ayşufanın Tisti Bakılıdır. Abşeron rayonu. Abşeronum mənim. Bəli, Abşeronun da havası adla deyilir dostlar. Buranın təbiəti olsun, əkili biçini olsun, torpağının münbütlüyü olsun, havası olsun, tam adla deyilir. Allah şahidim olsun ki, asıl korku olan insanlar üçün də çox faydalıdır Abşeron torpaqları. Sanatoriya, bax, Mərdəkan, Şuvala, hamısı Abşeron torpaqları gedir. Dostlar, Binə qəsəbəsi də həmçinin. Gəlin buna birinci mərtəbə zal. Gördüğünüz gibi dostlar, böyük, geniş, səliqəli və aşağıdan yer isti olmalı dostlar. 1, 2, 3 dənə pəncərəsi var ki, açdıqda skvazyon təmiz vurur. Və bura heç görürsüz, aboy vurmayırlar və önü seçən bilmək Ayşəfanın bu arada skvazyon dedim, gülmək ki, düzgün ifadə verməli. Buyurun gəlin, emin yox, bizim bilgimiz qədər deyil. Estağfurullah, estağfurullah. Buyurun. Deli topuk vuran adama gülmezler Ayşəfanın. Vaxt olar siz də topuk vurarsınız. Gəlin bura. İnşallah dostlar, evimizi sizlərə tam ətraflı istəyirəm göstərəm ki, hər bir şey detayla xəbəriniz olsun. Çünki bizim YouTube səhifəmizdə elədik girdi söhbəti getmir. Nə var, nə yox, hər şeyi diqqətlə baxmağınız üçün daha geniş və avantajlı çəkilir ki, bütün evin hər bir şeyindən xəbəriniz olsun da. Yəni, sonra deməyəsiniz ki, Alişan bu var idi, o var idi, o yox idi, bu var idi, o yox idi, bu var idi. Ətraflı baxın. Gidrafonu var, su bakı var. Çöl sancaq boşağı necə təmirlidir, onu da göstərim sizə. Nəyi var, nəyi yox. Yəni, hər şeyi detay göstərirəm ki, biləsiniz. Evimizin böyrünə bu qrafdan keçmək olur. Mən köşklükdə olan adamlar üçün yox, biraz arıq insan adamlar keçə bilərəm. Gəlin bura. Amma sənət də paket kupça daha deyirəm. Torpağın da, evin də çıxarışı var. Rahat ipotekaya da yararlıdır. Balkonumuz mövcuddur. Yerdən deməli 16 daş kürsünün üstündədir. 16 daş kürsülüdür. Damına çıxmaq olur. Bana krişa pol deyilir ki. Gəlin bura.
Avantajın adı budur. Mən susum, ev danışsın. Ne deyirsiniz dostlar? Gəlin bura, mən sussam da Ev bilsən nə deyil, mən gülən gül üzüm belə. Heç zaman solmaz. Mənim kimi gözəli. Almamaq olmaz. Bəli, çox Gəlin bura, öz-özünü inşallah. tərifləyən evdir. Bəli, həqiqətən də bu evi almamaq bir elə bir ki, günah işləmək kimi bir şeydir. Evin mətbəx hissəsi dostlar. Bu mətbəxdə sanki mən itirəm. Amma Allaha çox gözəl üst tavanı, belə qəşəng evin işləmələri, jalüz pərdələri olsun dostlar, bir yanına baxın. Bütün hamısı, yəni detay nəzərə alınıb, hər şey qoyulub. Kombi radiatoruna qədər dostlar. Kombi aşağıda göstərmişdim, radiatorda göstərirəm. Mən aldığım çıxışlar dostlar. Belə bir balkonumuz var ki dostlar, mətbəxdən daxil olduqda. Səhər burada bir dənə qəşəng yumruq dənə stol qoyursan. Sən Allah pendir yumurta deməginən. Hansı qapıya girsən deyirsən bir dənə pendir Naxçıvan yumurta. qavurmasını qəşəng orada qavurursan. Bəh. Machitos. Elə səhər bir dənə qəşəng pür rəngi çay içirsən bu ətrafa baxa-baxa. Heç su samavarı, bax orada bir dənə stol qurursan həyətdə. Bax bu qapıda. Gəlin gətirirsən. Bəh. Vay dədə, xonçalar gəlir bura. Allah hər kəsin qapısında xeyir iş olmasın, nəsib qismət eləsin. Amin inşallah, amin dostlar. Gəlin, mənim xeyir duamda bərəkət var. Allah şahidim olsun. Rövşən bəy, bu evlərin özündə də müsbət aura var. Çox, Həqiqətən də xeyir iş ol nasibdir, həqiqətən də. Rəbbim hamıya xeyir iş nasib Amin etsin. Allah, amin. Rəbbim bu Allah evlərin bütün olsun, balaların olmasın, hamısını nasib xoşbəxt etsin eləsin. inşallah. Biz valideynlər də baxaq, sevinək inşallah ki. Əmin, inşallah Allahım sən özün kömək ol bizim xalqımızın, millətimizə, bizim gözəl insanlarımıza. Amin Rəbbil aləmin Amin. inşallah. Gəlin bura. Evimizin koridoru geniş, işıqlı. Siz necə deyil? Ölürəm da deyib için. Gəlin bura. Dostlar, evim sağlığı bizə baxın. Rəbbim aləmim, inşallah Allah bunu belə necə deyim, əsl iman əhlinə, əsl Allah sevən insanlara inşallah ki nəsib eləsin. Baxın dostlar, evim belə necə deyim sizlərə, tam ışıqlı halını göstərmək istəyirəm. Gəlin bura Allahın izinə. Aşıq xanım, pərdələrə bir dənə baxın. Çox qəşəng zövqlə seçilib. Allah Ev şahid sahibimiz həqiqətən də çox zövqlü biridir. Divar kağızları ilə pərdələrin uyumu tam şəkildə mükəmməldir. Panorama pəncərə, geniş, iri. Baxın Aşıq xanım. Çıraqlarına qədər sadə, dekorativ, çox gözəl. Değerli izləyicilərimizə göstərək. Çox gözəl ha, çox gözəl. Qiyməti mən deyirəm ki bu evin vallah, billah, Allah şahidim olsun ki dostlar. Bəlkə də siz fikirləşərsiniz 145 min Binə qəsəbəsi üçün bahadır. Amma bu ev üçün baha deyil. Xeyr. Allah şahidim Çünki olsun deyirəm. tikib də yəni adam kimi, kişi kimi ev tikib. Evin fundamentini bax, başını qoyuram yerə. Allah şahidim olsun. Çəkilişi deyirəm. bizdə var hətta. Çəkilişimiz də var. Beton fundamentdə. Bəli. Orta beton fundamentdə. Kəməri necə lazımdır? Armaturlar artıq bu yerə qalınlığında armaturlar. Allah şahidim olsun ki, mən bina evlərində o armaturları görməmişəm. Ha, bina evlərində o boyda beton görməmişəm. Bu adam Allah şahidim olsun iş görübdür. Bura baxın. Gəlin bura yataq otağına. Bax bura bir bizim spalnimizdə. Spalni bax kiçik otağı gedir buranın. Balaca uşaq üçün. Amma elə bir dizaynda tikilibdir ki, mükəmməl. Plus gəlin bura yataq otağına Allahın izni ilə dostlar. Bax belə bir gözəl, geniş, iri bir yataq otağı. Belə bir yataq otağı yoxdur da. Allaha and olsun. Gözəldir, genişdir, iridir. Pəncərələrin heç biri heç kimin qapısına baxmır. Bir dənə yaxın duraq inşallah. Bir dənə bunu göstərin Allahın izni ilə izləyicilərimizə. Olsun, problem yoxdur. Gəlin bura, pərdələri gözəl, geniş, iri. Bu arada zaryatkamız azalır. Aysel Hanım deyir ki, zaryatka... Bəli, onu çalışıram deməyə ki, ekran adı qaralır. Heç də olmaz. Gəlin bura, bu da bizim digər yataq otağımızdır. Pərdələri niyə belə çəkiblər? Aha, bax, geniş, iri, pərdəli, sərgəli otaqlar var. Və dostlar, buradan da pəncərədən baxdıqda heç bir qolun qonşuya düşən pəncərəsi yoxdur. Açıqlıq və yaşıllıqdır.
İnşallah dostlar, daxil olacağım. Sansa qovşağını da sizlərə göstəreyim. Baxın. İstiholu, unitazı, tülpanı, muydadırı dostlar, bir də verin mənə. Bax, muydadırına qədər hamısı tam avantajlı alınıb, yığılıbdır. İnşallah dostlar, kim bu evi alsa Allah xeyrin versin, ruzu ilə, bərəkətlə otursun, toy eləmək nəsib olsun. Əlaqə nömrəmiz səhifədədir, qiyməti barədə deyilibdir, paket kupçadır. İnşallah gəlin belə gözəl eviniz olsun. Amin, ilah amin.